Kaliforniyanın Pleasanton şəhərində Beynəlxalq Azərbaycan Klassik Musiqi Festivalı keçirilib. Tədbir klassik musiqimizin təbliği məqsədini daşıyıb. Kaliforniyanın müxtəlif ərazilərindən, həmçinin Kanadanın Toronto şəhərindən gələn gənclər festivalda klassik Azərbaycan əsərlərini səsləndiriblər. Bəstəkar Emin Kəriminin ifası da böyük maraqla qarşılanıb. Bundan əlavə, peşəkar musiqiçilər gənclərə ustad dərsləri keçiblər. Qeyd edək ki, festival musiqiçi Fəridə Nelsonun təşkilatçılığı və Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun dəstəyi ilə baş tutub. Okeanın bu ayında ilk dəfə təşkil olunan bu tədbir Azərbaycan incəsənətinin tanıdılması istiqamətində uğurlu addım kimi qiymətləndirilib. Milli musiqimizin təbliği və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyəti xüsusi vurğulanıb. Tofiq Ağayev, Kamal Hüseynli, Mira TV, Kaliforniya.